Arıqladıcı dərmanlar, vasitələr, kofelər, çaylar, bunlar nə yaradır? Bir anlıq kilo getdi, 10 kilo da gedə bilər, 15 kilo da gedə bilər, 20 kilo da gedə bilər. Amma indi bu dəqiqə sən kiloya düşdün və hansı istədiyin paltarı giyin və bunun sonradan yaranan fəsadının cavabını kim verəcək? Birbaşa ölümdür. Sən onkoloji xəstəlik və digər xəstəliklərlə üzləşəndə kimsə sizə deyirsə, gəlin, o görünməyən fəsadlar ən qorxulu və ən təhlükəli. Sağlam çəki itirmə prosesi necə olmalıdır? Xanımlarda əsas qocalmanın səbəbi şəkərdən, ağ undan, duz və qazlı içkilərdən imtina etməliyik. Bəs şəkəri, çörəyi nə ilə əvəz edək? Kilolu insanı fitness zala qaçırtmaq bu cinayətdir. Salam, hər vaxtınız xeyir olsun. Bizim bucaqdasınız. Bugün piyələnmənin səbəb olduğu xəstəliklərdən və fəsadlarından danışacağıq. Qonağımız həkim-diyetoloq Şəfa Yadigarovadır. Xoş gəlmisiniz Şəfa xanım. Xoş gördük. Şəfa xanım, əvvəlcə müəyyən edək ki, artıq çəki ilə piyələnmə arasında fərq nədir? İnsanın artıq kilosu ola bilər, amma piyələnməsi olmaya da bilər. Amma insanın çox çəkisi olmadan piyələnməsi ola bilər. Təbii ki, biz xanımlarda yağ kütləsi bəylərdən artıq olur. Bu normaldır. Çünki bizim bədənimizdə estrogen sintez olunur. Bu da təbii ki, bizim gələcəkdə evlad, reproduktiv funksiyamız üçün önəmlidir. Bəylərə nisbətən, bəylərdə daha çox əzələ kütləsi olaraq əvvəldən var. Piyələnmə nədir? Piyələnmə bu xroniki xəstəlikdir və son 20-ci əsrdən bu deyərdim ki, ən qlobal xəstəliklərdən biridir. Arıqlamaq üçün müxtəlif dərmanlardan, iynələrdən, çaylardan istifadə olunur. Buna münasibətiniz necədir? Mən buradan sizin elə verilişiniz vasitəsilə bir həkim-diyetoloq olaraq artıq 25 ildən çoxdur iş təcrübəm olan həkim kimi onu çağırış etmək istəyirəm ki, piyələnmə əgər xroniki xəstəlikdirsə, deməli onunla kim çalışmalıdır? Həkim çalışmalıdır. Və bu xroniki xəstəlikdirsə, bunu bir günə və bir aya aradan götürmək də mümkün deyil. Buna vaxt lazımdır, zaman lazımdır. Təəssüflər olsun ki, insanların belə deyək də, yanlış fikirləri odur ki, tez bir zamanda mən kilolardan azad olum, tez bir zamanda mən fit olum və tez bir zamanda istədiyim kilonu əldə edim və burada nə baş verir? Əsas bu bədən istəyirəm danışmaq. Çünki insan kilo verdi hər hansı bir vasitə ilə. Hal-hazırda dəbdə olan iynələr çoxdur və burada mən bir konkret olaraq demirəm, amma onu demək istəyirəm ki, oradan da əksər də hətta həkimlər belə iynələrlə, arıqladıcı vasitələrlə istifadə edirlər. Sosial şəbəkələrdə arıqladıcı dərmanlar, vasitələr, kofelər, çaylar və s. Bunlar nə yaradır? Baxın, əgər bu piyələnmədirsə və bu xroniki xəstəlikdirsə, deməli bunun bir mənalı bir növrəsi var. Bir növrəsi də nədir? Burada hormonal disbalans ola bilər. Burada psixoloji. Çünki bütün dünyada da alimlər də sübut edib ki, hal-hazırda bütün xəstəliklər məhz psixosomatikadan gəlir. Və burada əgər psixosomatika varsa, burada hormonal disbalans varsa, burada digər önündə və yanında gedən xəstə burada ola bilər irsi faktordur. Bu yaxınlardan elə bir pasiyentkam gəldi, 13 yaşı var uşağın, kiçik də boyu var, 13 yaşlı uşaq 100 kilodur. Yəni bu valideynə də sual verirəm ki, bax siz özünüz kilolusunuz, atası kiloludur, artıq sizin irsi də var. Siz artıq bu özünüzə uşaqlıqdan bunu çağırış etməliydiniz və uşağın 100 kiloya gəlib çatanda gəlməməliydiniz. Artıq bu yəqin ki 100 kilo olana kimi bir 50, 60, 70, 80 kilo olub ki, gəlib 100 kiloya çatıb. Tövsiyəm odur ki, birinci növbədə düzgün mütəxəssisi tapsınlar. Bu çox önəmli məqamdır və bir insanın bir enerji tutumu olmalıdır. Buna deyilən motivasiya. Bəli, hal-hazırda çox dəbdədir. Psixoloqlar və s. insanlar deyir ki, motivasiya. Amma motivasiya belə bir məqamdır ki, bu bir anlıqdır. Motivasiya səni bir anlıq sənə bir enerji verib, dopamin verib. O deməkdir ki, bizim bədənimizdə o sintez olur. Biz artıq onun bir belə deyək də həzzində olur ki, mən başlayacağım formada olacağam, mən idmana başlayacağam və ya sağlam qidalanma. Amma mən hər zaman deyirəm ki, motivasiya bir anlıq olmamalıdır. Bu sənin həyat tərzində olmalıdır. Ola bilər məndən bəzi insanlar razılaşar və razılaşmaz. Mən dünya belə
belə statistikasına baxdım və dünyada ən uğurlu insanlar, demirəm aktyorlar, Hollywood ulduzları nəzərdə tutmuram, uğurlu insanlar, mən kilolu uğurlu insan görmədim. Yəni artıq kilolu, o deyir, nəfəs ala bilmir, təngi nəfəsdədir, gəzəndə tərləyir və s. Yəni bu insanlar həyatda artıq diskomfortda yaşayırlar. Ağıllı ola bilərlər, savadlı ola bilərlər, amma yenə də cəmiyyətdə özlərini istədikləri kimi tuta bilmirlər. Kilolu insanlar elə bir uğurlu ələm rastlaşmamışam. Kilolu insanlar neçə kilodan? 100 kilodan üstü ola bilər. Onun uğuru ondan da artıq ola bilər. Amma o hansısa bir pillədə, bir mərhələdə stop verə bilər. Və görünən o dediyimiz kimi fəsad odur ki, insan görünərək kiloludur, istədiyi paltarını geyinə bilmir, tərləyir. Artıq bu tərləmə özü də bir diskomfortdur. Xoşa gəlməyən qoxu, tərləyir, soyuyur. Bunların piylənmə ilə əlaqəsi var? Əlbəttə, piylənmə, piy toxuması müxtəlif maddələr sintez edir. Burada estrogen, hansı ki dediyimiz kimi qadın hormonu, leptin və eyni zamanda sitokinlərdir. Bu hormonlar, bu maddələr nələrdir? Baxın, əgər estrogen bir hormondur, bu qadın hormonudur və əgər bəylər artıq kiloludurlarsa, deməli istər-istəməz onların bədəndə hormonal disbalans verəcək. Hətta özü-özünə anlatsa belə ki, məndə hər şey əladır. Bəylərdə nə baş verir? Qadın hormonunun sintezi artır, çünki yağ toxuması estrogen sintez edir. Və bunun nəticəsində bəylərdə istər-istəməz kişi hormonu adlandırdığımız testosteron miqdarı belə sürətli şəkildə aşağı düşür. Və bu zaman onlarda nə baş verir? Sinə böyüyür, yanlar, çanaqlar böyüyür və belə deyək, spesifik qadın bədən formasına onlarda yaranır. Bəylərdə nədir? Üçbucaq formasında olmalıdır. Xanımlarda da normada qum saatı forması olmalıdır. Amma onlarda nə yaranır? Daha da çox böyük çanaqlar yaranır, qarın nahiyəsində yaranır, ayaqları şişkin olur və bu xanımlarda sonradan o deyirik, görünən fəsadları deyim, sonra görünməyən fəsadları da deyəcəm. Eyni zamanda bu insanlar artıq özləri üstlərindən qapanırlar. Güzgəyə belə baxmağa utanırlar. İnsanlarla ünsiyyətdə olmağa utanırlar. Cəmiyyətdə olmurlar. Cəmiyyətdə belə deyək də diskomfortda olurlar. İstədiyi bir oturacaqda otura bilmirlər. Hətta bir dəfə mənim yanıma bir pasiyentim gəlmişdi. Kilosu o qədər idi ki, 150-dən çox idi. Əyləşdi mənim kreslomda, oturacaqda və kreslo sındır. Və siz düşünün ki, bu insana nə qədər bu diskomfortludur. Xanımım var idi ki, 160 kilo gəlmişdi, düzdür, sonra arıqlatdı, 10-80 kilo gəldi. Oturacaqda otururdu, deyir, mən oturacaqda otura bilmirəm. Yəni, mən harasa gedəndə elə stol seçməliyim ki, mən ona yerləşə bilim. Görün, bu insan nə qədər cəmiyyətdə fərqli bir həyat tərzindən keçir. O görünməyən fəsadlar ən qorxulu və ən təhlükəli. Bilirsiniz ki, dünyada hal-hazırda ölüm hadisələr nədən irəli gəlir? Hətta birinci yerdə deyərdim ki, ürək-damar xəstəliklərlə bərabər onkoloji xəstəliklərdir və öz müşahidələrimi aparmışam ki, insulin dirəncli olan insanlar, şəkərli diabetdən əziyyət çəkən insanlar ürək-damar xəstəliyi ilə bərabər onkoloji xəstəliklərə də uğraşırlar. İnsulin dirəncliyi nədir və şəkərli diabet nədir? Artıq sizin bədəninizdə müxtəlif belə deyək, insulin dirəncliyi, insulin rezistentliyi yaranır və sizin bədənimizə düşən o glukoza dediyimiz hüceyrələrimizin qidalanması üçündür. Sizdə insulin dirəncliyidirsə və şəkərli diabetdə, deməli bunun mütəmadi onlar qanda dövran edir və bədəndə qıtlıq yaranır. Və qıtlıq nəticəsində nə yaranır? Bu insan mütəmadi onu qəbul edir ki, onu bərpa edir. Onu qəbul edirsə, onu bərpa edir. Bu biz nəyə oxşuyur? Bir ağacın dibinə çoxlu şirə tökürsən. Ağac necə eləyir? Köklənir, böyüyür, şaxələnir. Elə də bizim bədənimizdə limit var. Hansı xərçəng növlərinə daha çox rast gəlinir? Və burada əsas xanımlarda xoş xəstəli və bəd xəstəli, burada müxtəlif uşaqlığın xərçəngini yarada bilər, süd vəzinin xərçəngini yarada bilər, yoğun bağırsağın xərçəngini yarada bilər, mədə-altı vəzin xərçəngi yarana bilər, eyni zamanda qaraciyarın sirrozuna gətirib çıxarda bilər, bəylərdə prostat vəzində problemlər yarana bilər. Yəni bu düşünürəm ki, bizim öz əlimizlə yaratdığımız xəstəlikdir. Bizim öz əlimizlə özümüzü o xəstəliyə aparan bir mərhələdir. Ona görə buradan deyirəm ki,
artıq kilolardan söhbət getmir. Məhz piylənmədən söhbət gedir. Piylənmədən insan azad olmalıdır və ən qorxulu məqam odur ki, insanlar nədən qorxur? Mən pəhrizdə olacağam, mən heç nə yeməyəcəm və mənim kilolarım qayıdacaq. Bəli, kilolar o zaman qayıdır ki, siz hansısa vasitələrdən, arıqladıcı iynələrdən istifadə edirsiniz. Bəli, bir anlıq kilo getdi, 10 kilo da gedə bilər, 15 kilo da gedə bilər, 20 kilo da gedə bilər. Amma onun qayıtmağı qat-qat çox olacaq və qeyri-spesifik olacaq və o qayıdarkən sizin onun yanında hədiyyə olacaq ki, dediyimiz kimi onkoloji xəstəlik ola bilər, şəkərli diabet ola bilər və sairə vasitələr ola bilər. Piylənmənin qarşısını almaq üçün əsas addımlar hansılardır? Piylənmə ümumiyyətlə cəmiyyətin xəstəliyidir. Yəni bu artıq cəmiyyətdə bir yayılmış bir problemdir və bu biz belə deyək də kütləvi olaraq biz bununla mübarizə etməliyik. İstər sosial şəbəkələrlə düzgün və sağlıqlı medialarla, istər həkimləri düzgün seçməliyik. İnsanlar var ki, belə deyək, deyir ki, mən idmanı sevmirəm. Mən bunu etməyəcəm, amma mən kilomu vermək istəyirəm. Mən formada olmaq istəyirəm, amma əziyyət çəkmək istəmirəm. Və bu dəqiqə mən tez-tez rastlaşıram ki, sosial şəbəkələrdə şuuraltı arıqlama, şuuraltı get çörək də ye, şirniyyat da ya arıqlayacaqsan. Bax, mən buradan elə sizin verilişiniz vasitəsilə çağırış edirəm. Biz mütəxəssis olaraq, mən həkim dietoloqam və mənim kimi dünyada o qədər tanınmış və savadlı həkimlər var ki, onlar deyirlər ki, şəkərdən imtina edə, ağ undan imtina et, qazlı içkilərdən imtina et, duzdan imtina et. Amma bu sosial şəbəkələrdə olan, belə deyək də, müəyyən mütəxəssislər adlandırırlar ki, şəkər də yeyi, çörək də yeyi, hər şey yeyi və kilo ver. Mən anlayıram, kilo verə bilər kalori kəsməklə. Amma mən deyirəm ki, biz kalori kəsməklə işləmirik. Biz sağlıqlı şəkildə işləyirik. Və insanlara da çağırış etmək istəyirəm ki, mən deyirəmsə şəkəri yemirək. Ona görə demirəm ki, şəkəri yeməyək, kilo verək. Mən ona görə deyirəm ki, ağ şəkər, bu ağ narkotikdir. Ağ ölüm ona, şirin ölüm deyirlər ona. Və bu şirin ölümdürsə, bunu necə ye və mən sənə şuuraltı təsir edəcəm və ya sənə iynə vuracam və sən kilo verəcəksən. Bəli, kilo verə bilərlər. İndi bu dəqiqə sən kiloya düşdün və hansı istədiyin paltarı giyin və bunun sonradan yaranan fəsadının cavabını kim verəcək? Və sabahlar sən onkoloji xəstəlik və digər xəstəliklərlə üzləşəndə hansı həkimdən və hansı sosial şəbəkədə olan, məsələn, blogerdir və ya psixoloqdan sən sorğu alacaqsan, mənlə razılaşırsınız? Amma mən bunu sözün əsl mənasında deyərdim ki, bəli, bu problemlər gələcəkdə onkoloji xəstəlik də yaradır, şəkərli diabet də yaradır, ürək-damar xəstəliklər də yaradır, cavan nəslimizdə, bəylərdə və xanımlarda, qızlarda olanlarda sonsuzluq belə yaradır. Çünki artıq bütün hormonal sistem pozulur. Bəs şəkərli çörəyi nə ilə əvəz edək? Bəli, hər zaman alternativ var. Alternativa da sizin əlinіздədir. Şəkəri, bal istifadə edə bilərik. Bu təbii balda təbiətdən gələn bir şeydir. Burada kimyəvi vasitə yoxdur. Quru meyvələrdə, quru meyvələri şəkərsiz olanlar, rahat olanlar, desertlər, şirniyyatlar edə bilərsiniz. Onlardan pürelər eləyə bilərsiniz. Onlardan özünüz istədiyiniz desertləri, şirniyyatları ev şəraitində rahatlıqla edib yeyə bilərsiniz. Əgər onu etməyə vaxtınız yoxdur, meyvələrdən, meyvə salatları, meyvə miksləri rahatlıqla edə bilərsiniz. Qazlı içkilərə gələndə, təbii ki, mən qazlı içkilərə yox deyirəm, amma özünüz ev şəraitində müəyyən kompotlar hazırlaya bilərsiniz. Təbii ki, şəkərsiz. Meyvədən bir quru meyvəni çox gözəl, it burnu ilə gözəl bir kompotu alınır. Onu içirsiniz, həm CD qovucu effekt verir, həm də eyni zamanda sizə gözəl bir enerji verir və şirniyyat istəyinizi aradan götürür. Duz gələndə, duzun sizə gələndə çox gözəl dədə-babalarımız istifadə edirdilər. Zirinç, sumaq, sarı kök, ədəvalardan istifadə edir. Təbii ki, biz bu dəqiqə bir ekologiyamızı dəyişə bilmərik. Bu dünya ekologiyasıdır. Nə qədər ki, cəmiyyət böyüyür, nə qədər ki, iş çoxalır, nə qədər ki, bizim həyat tərzimiz aktivləşir, o qədər də stres çoxalır. Stres də nədir? Kortizoldur. Kortizol da nədir? Birbaşa ölümdür. Hər gün, hər hansı bir, mən demirəm gedək gəlin fitness zallara gedək, heç ona da mən hə demirəm. Fitness zala ümumiyyətlə getdik, ağır idmanlar etdik. Nə qədər fitness zallarda ölüm hadisələri baş verir. Cavan insanlar nədən irəli gəlir? Çünki o zaman nə? Qanda qatlaşma baş verir. Bu insan bilmir, suyu kifayət qədər içir, içmir, hansısa bir vasitələrdən istifadə edirlər, idman vasitələrindən istifadə edirlər və bunun nəticəsində nə? Trombulaşma olur, tromboemboliyalar rastlayır və həmən o idman zallarında
nə qədər ölüm hadisələri olur cavan insanlar. Ona görə sağlamlıq o demək deyil ki, sən fitness zaldan və idmandan bütün gün idman etməlisən. Sağlamlıq o demək deyil ki, sən formada olmalısan. Sən formada ola bilərsən, amma nə yeyə bilərsən? Şəkər, un və s. Mən də deyirəm, sağlamlıq o deməkdir ki, sən formada olmalısan, amma düzgün qidalanmalısan. Düzgün qidalanma burada tərəvəzin də, meyvən də, qəliz karbohidratların da, ağartın da, zulalın da. Bu çox önəmli məqamdır. Sağlam çəki itirmə prosesi necə olmalıdır? Sağlam çəki vermək mənim ən sevdiyim bir mövzudur və sizə təşəkkür edirəm ki, məhz sualınızı çox gözəl, düzgün qoydunuz ki, sağlam çəki vermək nədir? Sağlam çəki vermək odur ki, insan birinci növbədə, bundan öncə də vurğuladım, özünü tanımalıdır. Özünü tanımaq üçün onun bir mütəxəssis, bir şəkər mütəxəssisi olmalıdır. Onu araşdırsın, diaqnozunu düzgün qoysun, ona spesifik, özəl, personal pərhiz protokolu yaratsın və bunun üzərində bu insan çalışmalıdır. Bu birinci məqamdır. Onun sağlam qidalanma, onun artıq həyat tərzinə çevrilməlidir. Mən bugün sabahları toy olacaq və yansı tədbir olacaq və harasa hazırlaşıram. Bu olmamalıdır. Bu uzun müddətli bir proses olmalıdır. Bunun sağlam qidalanmağa öyrəşmə mərhələsi var. Buna deyirlər 21 gündən 3 aya kimi. Nəyə görə 21 gün, nəyə görə 3 ay? 21 gün ən belə deyək ki, bədən üçün stress faktorudur. Məhz 21 günə hər hansı bir vərdiş yaranır. İstəyər idman vərdişi, istəyər yemək vərdişi, istəyər ağız dadında vərdiş, buna 21 gün vaxt lazım olur. 3 ay isə artıq o beyinə bir impuls çatır və beyində artıq onu stres kimi yox, artıq yavaş-yavaş həyat tərzi kimi qəbul olunur. 21 gün ərzində stres faktor kimi qəbul olunur. 3 ayında artıq bunu belə də vərdiş kimi qəbul edir. Və vərdişlərimizdən birincisi olmalıdır ki, biz şəkərdən, ağ undan, duz və qazlı içkilərdən imtina etməliyik. Və kimsə sizə deyirsə, gəlin mən sizə şuuraltı və iynə ilə və ya çayla və ya arıqladıcı hansısa vasitə ilə hər şey yeyəcəksən, bax belə çörəyi yeyəcəksən yağla və s. və sən kilo verəcəksən, bəli, deməli bunun arxasında digər vasitələr var. Bu sağlam şəkildə deyil. Bu məhsullardan imtina edirik. Çünki bunların yaratdığı fəsadları sonradan mütləq şəkildə büruzə verəcəklər. Və təbii ki, vərdiş olaraq fiziki aktivlik. Mən demirəm ki, bundan da öncə vurğuladım. Demirəm ki, gəlin hamımız belə də gedək idman zalına, ağır çəkilərin altına gedək. Yox, mən bunu demirəm. Burada idmanların padşahı yürüyüşdür. Çünki kilolu insanın heç vaxt fitness zala qaçırtmaq, artıq ağır çəkinin altına salmaq bu cinayətdir. Nəyə görə? Çünki bu insanın 150 kilo çəkisi var. Bu insan buradan ora 10 addım gəzəndə artıq bu oynaqları onsuz da yüklənir. Onurğası onsuz da yüklənir, zədələnir. Biz də onu ağır çəkiyə salaq, yüksək belə deyək də kardio yükləmə ver, oppanma ver. Bu nə dərəcədə düzgündür? Yəni biz onu bir müddətlik, okey, onlarda bir beyində var ki, mən əla, amma sonra artıq həkimlərdən çıxa bilmirlər. O həkim artroloq, nə bilim, oynaq problemi, vertebrolog və s. həkimlərə müraciət edirlər. Mən hər zaman sağlıqlı şəkildə yürüyüş, ən gözəl idmanın növü yürüyüşdür. Düzdür, padşahları idmanın növü deyirlər, üzgüçülükdür. Amma üzgüçülük də insan var ki, soyuqdur, soyuğa davamlı deyil, su ilə mütəmadi əlaqədir və s. Və burada xanımlara isə çağırış edərdim. Ən gözəl idman növü stretchingdən pilatesdir. Nəyə görə? Çünki xanımların bədənləri bəylərdən fərqlidir. Biz heç vaxt özümüzü bəylərlə bir qoya bilmərik. Və xanımlara daha çox relaks, dartılma hərəkətləri və təbii ki, əzələ kütləsinin də inkişafı olmalıdır. Nəyə görə? Çünki müəyyən yaşdan sonra xanımlarda əsas qocalmanın səbəbi sarkopeniyadır. Sarkopeniya nədir? Əzələ kütləsinin itkəsidir. O da itkisi baş verirsə, dəri sallanır, kollagen sintez olunmur, elastin sintez olunmur və xanımlar kilolardan azad olurlar və baxırlar ki, qolları sallanır, qarnı sallanır və ondan sonra geri qayıtmaq çox çətin olur. Şəfa xanım, studiyamıza gəldiyinizə və tamaşaçılarınızı maarifləndirdiyinizə görə təşəkkür edirəm. Çox sağ olun Sevinç xanım, bugün məni dəvət etdiniz. Düşünürəm ki, bugünkü açıqlamamız insanlar üçün faydalı oldu.